qida mövzusuna İslamın bu qədər diqqət yetirməsinin səbəbi nədir? Halal və tayyib mövzusuna diqqət etməmək şeytanın addımlarına tabe olmaqdır. Hı. Yəni Azərbaycanda Falan. insanların böyük əksəriyyəti donuz əti yeməmə səbəbləri Allahdan qorxmaları deyil. Yəni bu baxımdan müsəlman halala diqqət etdiyi kimi yediyinin təmiz, sağlamlığına zərəri olmayan şeylər, məhsullar olmasına da diqqət etməlidir. Xaricə səyahət edən müsəlman halal məsələsinə necə diqqət eləyə bilər? Nə cür diqqət eləməlidir? Peyğəmbər sallallahu əleyhi və səlləm halal qidanı ibadətin və duanın qəbulunun əsasına yerləşdirir. Düşünür ki, mən açıqdan spirtli içki içmirəmsə, donuz ətinə diqqət eləyirəmsə, demək ki, mən özümü %100 haramdan qoruyuram. Müsəlman hansı restoranda otura bilər? İçki verilməyən, namaz otağı olan, ümumi olaraq mömin təbəqənin işlətdiyi görüntüsü verən yerdə otura bilərsən. Salam aleykum dostlar. Növbəti podkastımıza xoş gəlmisiniz. Hərinizi xoş gördük. Bugün bir müsəlmanın həyatında çox önəmli bir, gündəlik həyatında çox önəmli bir mövzu olan qidalanma və halal qidalanma barəsində danışacağıq inşallah. Çünki qidalanma, yəni halal qidalanma bizim bədənimizdən əlavə ibadətlərimizə, dualarımızın qəbuluna da çox böyük təsiri var, axirətimizə çox böyük təsiri var. Və Allah Quran-ı Kərimdə bu barədə, bu mövzuda bir çox ayələrdə vurğu eləyir, halal və tayyib qidalanma ilə bağlı. Və inşallah bugün dəyərli Ömər müəllimdən bu mövzu haqqında biraz geniş, ətraflı danışacağıq. Yaxın əyləşin və ümid edirəm ki, bu danışmadan sonra, bu podkastdan sonra sizin süfrənizə belə hər hansısa bir müsbət dəyişikliklər olacaq inşallah. Ömər müəllim, xoş gəlmisiniz. Xoş gördük. Aleykümselam və rəhmətullah. İlk öncə mən burada belə önəmli gördüyüm suallardan başlayacağam. Yəni özüm üçün sualları ardıcıl qeyd etmişəm. Qida mövzusuna İslamın bu qədər diqqət yetirməsinin səbəbi nədir? Bundan başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə Rasulillah. Bilirik ki, qidalanma insanın ən təməl ehtiyaclarından birisidir. Evet. Və İslam necə ki, insanın həyatında qarşılaşdığı və qarşılaşa biləcəyi bütün məsələlərlə bağlı hökmlər ortaya qoyursa, eyni şəkildə insanın ən təməl məsələlərindən birisi olan qidalanma məsələsində də illaki İslamın hökmləri var. Və biz kitabımıza, Quran-Kərimə baxdığımız zaman görürük ki, Allah-u Teala bu mövzuya xüsusi bir diqqət ayırır və örnək olaraq bir ayəni qeyd edək. Allah-u Teala Bəqərə surəsinin 168-ci ayəsində buyurur ki, يا أيها الناس كلوا مما في الأرض حلالا طيبا ولا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين. Ey insanlar, yer üzündəki nemətlərin halal və tayyib olanlarından, halal və təmiz olanlarından yeyin. Şeytanın addımlarını izləməyin. Həqiqətən o sizin açıq-aşkar düşməninizdir. Bu qeyd etdiyimiz ayədə Allah Teala insanlığa əmr edir ki, Allahın nemətlərindən halal və tayyib olanlarından yeyin. Və diqqət etsək, Allah Teala ayrıca buyurur ki, şeytanın addımlarını izləməyin. Buradan başa düşürük ki, halal və tayyib mövzusuna diqqət etməmək şeytanın addımlarına tabe olmaqdır. Və şeytanın bizim düşmənimiz olduğunu Allah bildirir. Demək ki, bu düşmənimizin bizimlə ən çox mübarizə apardığı sahələrdən birisi də halal qidalanma məsələsindədir. Yəni, bu mövzuda şuurumuzu bu şəkildə düzəltməliyik. Və bilməliyik ki, Allah bizə halal yeməyi əmr edirsə, eyni şəkildə Allah öz kitabında, həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm öz hədislərində bu halalın sərhədlərinin nə olduğunu da çatdırır. Yəni, bu qapalı buraxılmış məsələ deyil. O zaman o tərəfinə keçəkmi, yəni İslamda halal haram məsələsi, yoxsa? Belə eləyək də, bu halal tayyib sözlərinin üzərindən davam eləyək. Ki, bunların mənaları nədir? Və halal olan şey həm də tayyibdirmi və yaxud da tayyib olan şey halal sayılırmı? Öncəliklə halal məsələsi üzərində məncə dayanaq. Çünki təəssüf olsun ki, elə ən təməldə halal məsələsində ciddi problem var. Yəni halal biz deyəndə ümumən cəmiyyətin ağlında olan budur ki, halal deyiriksə, bu donuz əti olmayan, donuz qatqısı olmayan və yaxud da spirtli içki və yaxud da onun bənzər bir şeyləri olmayan başqa nə var? Yəni bunlar da əsasən halal çərçivəmiz. Belə qeyd eləyək ki, ümumiyyətlə İslamda
hər hansı bir fiqh kitabına baxacaq olsaq, halallar sayılmaz. Yəni haramlar sayılar, qeyd edilir. Yəni çünki Allahın yaratdığı nemətlərin bütünü, yəni böyük əksəriyyəti halaldır. Sadəcə bir neçə belə barmaqla sayılacaq qədər 10 barmağı keçməz, yəni 10 keçməz. Yəni əslində ümumi olaraq götürsək haramlar azdır təbii ki. Yəni əşyada əsl olan mübahlıqdır deyə bir qayda var. Və diqqət etsək kitabımızda da haramlar qeyd olunur. Məsələn, sənin qeyd etdiyin kimi spirtli içkilərin içilməsi İslamda şiddətli haramlardan birisidir. Amma zənnimcə bizim cəmiyyətimiz və ya köhnə postsovet məkanı və ya digər, yəni tarixən müsəlman coğrafiyası olan bilinən ərazilər hər nə qədər qeyri-müslimlərin, qərblilərin və ya başqa dövlətlərin işğalına məruz qalsa da və bu işğal nəticəsində hər nə qədər insanların etiqadı, fikri, əməli, əxlaqı pozulsa da ümumi olaraq bu torpaqlarda yaşayan hər kəs spirtli içkilərin İslamda qadağan olduğunu bilir. Bəli. Hətta bunu istifadə edənlər də təəssüf olsun ki, yəni ölkəmizdə bununla bağlı çox qorxunc statistikalar açıqlanır. Yəni spirtli içkilərin istifadəsi ilə bağlı. Bəli. Bu ayrı bir mövzu olaraq danışıla bilər. Amma ümumən bu bilinir. Eyni şəkildə donuz əti də bilinir. Donuz əti məsələsində məncə spirtli içkilər qədər təhlükə yoxdur. Yəni nə mənada? Yəni insanlar bunu istifadə etmirlər. Yəni necə istifadə etmirlər? Bilərək istifadə etmirlər. Bilməyərək necə istifadə edildiyini deyəcək inşallah. Bilərək istifadə etmirlər. Yəni biz çox nadir hallarda görərik ki, ət satış yerlərində donuz əti satılsın. Yəni insanlar bundan uzaqdırlar ümumi olaraq. Yəni belə bir şey var ki, cəmiyyətlərin bəlli adəti, örfü olur da. O örfün formalaşmasına müəyyən təsirlər olur. O təsirlərdən ən önəmli təsirlərdən birisi dindir təbii ki. Yəni bizim cəmiyyətimizdə də hər nə qədər örf də böyük ölçüdə pozulsa da, nəticədə örfə bağlı olaraq bəzi şeylər qalır və o qalan şeylərdən birisi də bu qeyd etdiyimizdir. Yəni insanlar donuz əti istifadə etmirlər böyük ölçüdə. Yəni zənnimcə bu dindən qalan bir örfdür. Yəni necə dindən qalan örfdür? Bəzi şeylər olur ki, din onu cəmiyyətə aşılayır, bu cəmiyyətdə oturuşur. Bir müddət sonra bu dini dəyər olaraq deyil də örf olaraq davam edir. Yəni insanlar başlanğıcı dinin təsiri ilə olur. Yəni Azərbaycanda insanların böyük əksəriyyəti donuz əti yeməmə səbəbləri Allahdan qorxmaları deyil. Bəli. Və ya İslamda bu haramdır deyə deyil. Sadəcə bu artıq bir örf halını alıbdır. İnsanlar buna uzaqdır və fitri də deyil zaten bu. Yəni normal insan bunu arzulamır. Donuz əti istəməz zaten. Fitrətin pozulma əlamətidir bu. Və digər önəmli məsələ, yəni spirtli içkilər və donuz əti məsələsi bilinir ümumi olaraq. Amma burada Quranda bir məsələ də çatdırılır ki, Allahın adı anılmadan kəsilən heyvanların ətləri də qadağandır. Yəni bildiyimiz mənada bismillahsız kəsilən heyvanların əti qadağandır. Xüsusən ibadət edən, yəni ibadət etməyən insanlar təbii ki, bu qisminə diqqət etmirlər zaten. Amma ibadət edən insanların da bir çoxu bu mövzuda məlumatsızdırlar. Konkret olan məlumatsız olunan məsələ nədir? Ümumi olaraq müsəlmanların belə bir yanaşması var ki, o ayəni o şəkildə başa düşürlər ki, bir heyvan bismillah deyilərək kəsilirsə, bu yeyilər, bismillah deyilməzsə yeyilməz. Bu bəllidir. Sadəcə bu ayəni alimlər necə başa düşüblər? Bu qismi üzərində biraz dayanaq. Yəni biz diqqət etsək görərik ki, alimlər bu mövzuda belə yanaşıblar ki, bir müsəlman bir heyvan kəsir, deyək ki, unudaraq bismillahı tərk etdi. Bu heyvan yerində yeyilir, halaldır. Amma bir bütpərəst, bir müşrik, bir ateist, yəni açıq inkarçı birisi bismillah deyərək kəssə belə kəsdiyi yeyilmir. Tabii. Yəni burada düz əhli kitab məsələsi ayrı bir müzakirə mövzusudur. Ehtiyac olarsa və ya vaxtımız varsa girərik. O şey yoxdur. Yoxdur, o kateqoriya demək olar ki, yoxdur. Yəni ya özünü İslama nisbət eləyən və İslamın əhkamına əməl etməyə çalışan insanlar var və ya yəni və ya belə deyək, ateist olan, ümumiyyətlə din qəbul etməyən insanlar var ki, biz bilməliyik ki, İslamda hökm necədir? Bir qeyri-müslim bismillah deyərək kəssə belə, məsələn, örfən bismillah deyirlər, deyək ki. Amma adam məsələn Qurana inanmır, ahirətə inanmır məsələn, Allaha açıq məsələlərdə şirk qoşur. Bu adamın kəsdiyi yeyilmir, haram hökmündədir. Bu mövzunu baxsaq, yəni kimsə etiraz eləsə rəylərdə falan, biz onu dəlillərini, fikri görüşləri qeyd eləyərik
ümumi olaraq deyim ki, xatırımda qaldığı qədərlə İmam Şafi bunu qeyd eləyir, Qurtubi təfsirində qeyd eləyir, həmçinin İbn Abdülbər qeyd eləyir, Sərəxsi Məbsudda qeyd eləyir və hətta icma olduğunu qeyd eləyirlər. Yəni bir çox alim deyir ki, bu mövzuda alimlər arasında söz birliyi var. Aynen. Yəni bu məsələyə təəssüf olsun ki, çox adam diqqət etmir. Nə anlamda diqqət etmir deyim? Azərbaycanda müsəlmanlar yaşadığı kimi qeyri-müsəlmanlar da yaşayır. Deyək ki, özünə ateizmə nisbət edən, deizmə nisbət edən insanlar da yaşayır və ya özünü quru-quruya İslama nisbət edir, amma İslamın təməl inanc əsaslarını inkar edir adam. Məsələn, axirəti inkar edir, cənnəti, cəhənnəmi inkar edir. Bu insanların kəsdiyi yeyilməz. Yəni müsəlmanlar öncə buna diqqət etməlidirlər ki, hardan gəldi gedim istədiyim kimi ət alım, bu doğru deyil. Yəni sən onu kimin kəsdiyini bilməlisən. Bu səbəbdən də ehtiyata daha uyğun olan nədir? Ehtiyata daha uyğun olan konkret olaraq bildiyin yerlərdən və ya bildiyin markalardan ət almaqdır. Məsələn, deyək ki, bilirsən ki, filan şirkət və ya filan nədirsə, kəsim işi ilə məşğul olan, bunlar buna diqqət eləyirlər. Oradan alacaqsan və ya konkret tanıdığın yerlərdən alacaqsan. Ən azından İslam əlaməti bildiyin şəxslərdən alacaqsan. Yəni şərt deyilsən, onu araşdırasan ki, bu nəyə necə, ən azı İslam əlaməti bildiyin adamlardan alacaqsan. Ən yaxşısı bildiyimiz, ibadət edən bir qəssabdan, bir yerdən, ibadət edənlərin olduğu bir yerdən almaq ən güvənilir olanıdır. Yəni güvənilir olan, güvənilmək məsələsidir. Təbii ki, çünki insan bir adam quru-quruya özünə müsəlmanam deməklə, mənasını bilmədən deməklə müsəlman olmur. Yəni nə dediyinin fərqində olaraq, hansı dinə girdiyinin fərqində olaraq bunu deməlidir. Təəssüf olsun ki, biz baxırıq ki, müsəlman ifadəsi cəmiyyətimizdə örfi bir şeydir. Yəni sanki Azərbaycanlı ifadəsinin qarşılığı kimi və alternativi kimi başa düşülür ki, sanki din atadan ötürülən bir şeymiş kimi başa düşülür. Mən burada doğulmuşam, demək mən də müsəlmanam. Yəni İslamın təməl inanc əsaslarını qəbul etmirsə bir adam müsəlman deyil. Yəni bu çox açıq. Bu da maarifləndirmənin olmamasından irəli gəlir də. Məsələn, mən zəif olması ilə bağlı bir şeydir. Mən adam tanıyırdım ki, adam namaz qılır gündə 5 vaxt. Bir dəfə nəsə ümumi ortamda bir cənnət cəhənnəmdən söhbət düşdü, axirətdən. Adam deyir ki, kim gedib görüb gəlib ki, yəni boş şeydir o. Amma bunu ilk dəfə eşidirəm. Çox. Mən belə duruxdum. Qulağıma inanmadım. Dedim ki, bir dedim ki, cənnət cəhənnəmə inanmırsınız? Dedi ki, yox. Dedim, bəs onda niyə namaz qılırsınız? Dedim, nə bilim, müsəlman deyilik, qıldıq da. O belə. Maraqlıdır. Yəni belələri çoxdur. Həddindən artıq çoxdur. Yəni adam ümumən İslamın belə deyə də İslam imanın şərtlərini bilmir deyə artıq bu şəkildə. Yəni təməl inanc əsaslarını bilmək lazımdır. Bunu belə ayrı mövzu kimi danışmaq olar, amma ümumən bu ət məsələsi ilə bağlı qeydlərimizdir. Bu yəni İslamda halal deyərkən ümumi olaraq bildik ki, yəni qidalanma baxımından halal haramdan danışırıq. Ümumən təbii ki, başqa mövzular da var, amma qidalanma baxımından spirtli içkilərdir, donuz ətidir və Allahın adı anılmadan kəsilən ki, bunu da qeyd etdiyinə mənadadır. Əsas budur. Bu əsas məqamlar budur. Bir də burada belə bir məsələ var ki, bu Quranda açıqdan bildirilənlərdir. Bir də onu gələcəm ki, Peyğəmbər s.ə.v-in halal və tayyib qida mövzusunda bizlərə hansı göstərişlər var? Orası var. Orasını keçmədən öncə bir şey qeyd edeyim ki, məsələn, fiqh kitablarını açdığımız zaman əti yeyilməsi haram olan heyvanlar sayılarkən yalnız bunlar qeyd edilmir. Deyək ki, məsələn, canavar da qeyd edilir, məsələn, fil də qeyd edilir, məsələn, vəhşi heyvanlar. Amma bunlar Quranda qeyd edilmir. Quranda qeyd edilməmə səbəbi zaten bunlar insanların genəlliklə istehlac etdiyi bir şey deyil də. Amma alimlər bu şeylər soruşulub deyə şəriətin bəzi prinsiplərindən belə bir şey var ki, bəzi şeylər var ki, şəriətdə açıqdan bildirilir, bəzi şeylər də var ki, prinsip qoyulur. O prinsipdən alimlər ictihad edirlər və hökm verirlər. Bu baxımdan fiqh kitablarına baxsaq, bir çox heyvanlarla bağlı haramlıq bildirilir və ya bəzilərində ixtilaflar olur. Məsələn, bir alim deyir ki, bu haramdır, bir alim deyir bu məkruhdur. Bu ixtilaflar, ittifaq etdikləri haramlar var alimlərin. Bu mövzudakı prinsiplər qəti olduğu üçün və ya o prinsiplərdən bu nəticə qəti çıxdığı üçün ittifaq edilir. Zaten bunlar insanların genəlliklə istehlac etdiyi şeylər deyil. İxtilaf edilənlərdə də hər kəs etibar etdiyi alimin görüşünə əsasən əməl eləyər. İndi biz burada konkret biz zaten gündəlik həyatda istifadə olunan məsələn ətdir də. Təbii ki, yəni məsələn kimsə kirpi ətinin hökmü çox maraqlı deyil insanlar türkü. Çünki nadir hallarda bu soruşulan bir şeydir. Yəni xüsusən şəhər şəraitində yaşayan insanlar bir şeyləri çox soruşmurlar. Aynen.
Hə, ümumən halal sərhədləri budur. Bir də burada bir nöqtəni də qeyd edeyim, unudula bilər. İslamda bir özü etibarlı haramlar var. Özü etibarlı haram li zatihi və li aynihi deyilir. Yəni özü etibarlı. Yəni Allah bunu haram qılıbdır. Dediyimiz kimi donuz əti kimi. Bir də var ki, əsli halal amma bir səbəbdən dolayı haram olanlar var. Deyək ki, hər hansı bir halal olan bir qida, hər hansı bir süd məhsulu, hər hansı bir meyvə çeşidi. Bu halaldır. Amma o harama çevrilə bilirmi? Bəli, çevrilir. Necə çevrilir? Əldə edilmə yolları baxımından. Deyək ki, bir adam bunu oğurluqla əldə eləsə, harama çevrilir. O onun şəxsi üçün harama çevrilir də. Yəni belə biri oğurluq olaraq nəsə aldı, gətirdi, sizə ikram elədi. Sizin üçün haram sayılmaz da. Yəni o bilmirsə, digəri, o başqa bir şey. Amma yəni bir şey əsli etibarilə halal olsa belə bu səbəbdən dolayı, bunun kimi səbəblərdən dolayı haram ola bilir. Bu ümumən halalla bağlı ümumi bir sərhədlərdir. Tayyib məsələsi də ki, Quranda halalla yanaşı tayyib yeməyimiz əmr olunur. Tayyib ümumi mənada təmiz deməkdir. Yəni təmiz məsələsini də bu cür başa düşə bilərik ki, həm bildiyimiz mənada təmiz, ilk ağlımıza gələn şəkildə. Bir də belə bir məsələ var ki, diqqət etsək Peyğəmbər sallallahu əleyhi və səlləm insanların ən çox qafil olduğu iki nemətdən bəhs eləyir. Yəni insanların ən çox bir baxıma qəflətdə olduğu, riayət etmədiyi biri zaman nemətidir, biri də sağlamlıqdır. Yəni İslamda sağlamlıq məsələsinə çox ciddi vurğu edilir. Yəni əslində zaten hər bir insan bilir ki, sağlamlığına diqqət etməlidir və İslamda da bu məsələyə xüsusi vurğu edilir və təmiz bir baxıma həm də insanın sağlamlığına zərərli olmayacaq şeylər. Çünki İslamda əmr edilir ki, sən yediyində, yəni bədənivə zərəri olmayacaq şeylərə də diqqət etməlisən. Yəni, bu baxımdan müsəlman halala diqqət etdiyi kimi yediyinin təmiz, sağlamlığına zərəri olmayan şeylər, məhsullar olmasına da diqqət etməlidir. Bəs Peyğəmbər s.ə.v-in bu barədə hədislərinə keçə bilsək? Peyğəmbər sallallahu əleyhi və səlləm ümumi olaraq bildiyimiz, yəni Buxari, Müslim daxil kütüb-i sittə qaynaqlarında, səhih hədislərin toplandığı qaynaqlarda bu barədə çox ciddi qeydlər, yəni çox ciddi vurğuları var Allah Rəsulunun. Ən təməldə diqqət etsək, Peyğəmbər sallallahu əleyhi və səlləm halal qidanı ibadətin və duanın qəbulunun əsasına yerləşdirir. Və hətta Allah Rəsulu sallallahu əleyhi və səlləm buyurur ki, bir adam deyir, əllərini açaraq israrla ya Rabbi deyə dua eləyər. Halbuki yediyi haram, içdiyi haram, geyindiyi haram, bunun duası necə qəbul edilsin? Yəni bunun elə ki adamın o etdiyi ibadət əməldən öncə bu tərəfini təmələ yerləşdirməsi lazımdır. Və ya Allah Rəsulü buyurur ki, sallallahu əleyhi və səlləm haramla bəslənən vücud cəhənnəmə layiqdir. Bunun kimi digər hədislər də var. Önəmli digər bir nöqtə də Allah Rəsulü buyurur ki, halal bəlli, haram bəllidir. Burada sanki açıq sərhədlər bildirilir. Bayaq qeyd etdiyimiz sərhədlər. Açıq halallar var, haramlar var. Bir də Allah Rəsulü buyurur ki, bunun arasında şübhəlilər var. Deyir ki, şübhəlilərdən qorunan dinini və namusunu qorumuş olar. Yəni haramlar onsuz da müsəlman üçün müzakirə mövzusu deyil. Yəni bir müsəlman zaten buna yanaşmaz. Yəni spirtli içkidir, donuz ətidir, normal bir müsəlman zaten bundan uzaq durar. Çünki müsəlman necə yanaşır? Allah içkiyə, onu içirənə, daşıyana, daşıdana, ikram eləyənə, hər kəsə lənət eləsin deyir Allah Rəsulü. Bu bəllidir müsəlmanın içki ilə bağlı mövqeyi. Burada amma Allah Rəsulü buyurur ki, şübhəlilər də var deyir. Hansı insanların çoxu bunu bilməzlər. Və deyir, şübhəlilərdən qorunan dinini və namusunu qorumuş olar. Şübhəlilərə düşən isə harama düşmüş olar. Yəni zamanla harama getmiş olar. Burada sanki yəni belə bir bağlantı qura bilərik ki, halal və tayyib yeməyi Allah bizə əmr edir. Halalın əksi haramdır, tayyib bir baxıma şübhəlinin əksidir yəni. Yəni tayyibə diqqət etməmək şübhəlilərə düşmək deməkdir. Və bu zamanla harama düşmək olur artıq. Aydındır. Bir də burada halal qidalanmanın duanın qəbuluna falan məsələsində burada sadəcə məsələn bir adam gedib haram bir işdə işləyib, qazanıb gəlib halal bir qida da alıb yeyə bilər də, amma burada təkcə halal qidadan yox, qazancın da haramlığından. Ona görə dedim ki, o bir şeydən dolayı haram olanlar da, yəni eyni şeydir. Bütün bu standartları biləndən sonra, bizim dinimizin şəri standartlarını biləndən sonra, bir də bunun indiki günümüzdəki, yəni müasir dövrdəki qida istehsalında hansı ki bizim bilərək gedib bir bədiyədə əti kəsirik birbaşadır. Bir də var istehsal, hansısa bir ölkədən, xarici ölkədən və yaxud hansısa bir şirkətin bir istehsalından gəlir çıxır bədiyyə əlimizə, gedib onu supermarketdən alırıq. Və onların tərkibinə artıq
halal və yaxud da şübhəli qatqı maddələri, spirtdən alınmış bir qatqı maddələri ola bilər və yaxud da başqa şeylərdən alınmış olar. Bir də bu məsələ var ki, bu da əslində bu günümüz üçün ciddi məsələlərdən biridir və çox müsəlmanın da diqqət etmədiyi bir məsələdir. İndi burada belə bir məsələ var ki, bir çox müsəlman, ibadət edən insan düşünür ki, mən açıqdan spirtli içki içmirəmsə, donuz ətinə diqqət eləyirəmsə, demək ki, mən özümü %100 haramdan qoruyuram. Əslində tam olaraq belə deyil. Çünki burada belə bir məsələ var ki, hal-hazırda ümumiyyətlə dünya qloballaşıb. Dünyanın qloballaşması dediyimiz şey, yəni bu gün biz hər hansı bir marketə getdiyimiz zaman deyək ki, hər hansı bir məhsul alırıq. İstər şirniyyat məhsulu olsun və ya nə bilim çörək, hər bir şeydə, yəni istifadə etdiyimiz məhsullar bir çoxalıb. Yəni əvvəlki insanların həyatında olmayan bir çox məhsullar həyatımıza girib və bu məhsulların bir çoxu dünyanın hər yerində belədir əslində, başqa ölkələrdən gəlir. Yəni yalnız yerli məhsullar olmur. Hətta o qloballaşma dediyim şeylərdir. Yəni dünyanın digər bir ucundan belə bir məhsul görə bilirsən öz belə deyim marketlərində və təbiidir ki, bu qədər çox ticarət olan bir dünyada, yəni sən dünyanın başqa bir ərazisinə məhsul çatdırmaq üçün və o məhsulun orada aylarla qalması üçün müəyyən qatqılar vurulur. Yəni deyək ki, əvvəllər insanlar süd məhsulları istifadə edirdilər. Necə idi? Özləri hazırladılar və ya hazırlayanlardan alırdılar. Kənd yeri və ya nəsə, yəni başqaları hazır alırsan. Onda bir neçə gün ömrü var idi. Onda bir neçə gedirsən qonşudan adam sağlam, məsələn, bu gün südünü sağıbdı, ondan süd alırsan və ya qatıq hazırlayıb alırsan. Amma bu gün dünyanın başqa bölgəsindən bura qatıq gəlir məsələn. Təbiidir ki, ona müəyyən maddələr vurulur. Eynən. Bu səbəbdən müsəlmanlar bu gün yəni əvvəlkindən qat-qat daha çox diqqət etməlidirlər. Niyə görə? Çünki bu qatqı maddələrinin bir çoxu donuzdan alınan maddələrdir. Yəni biz necə donuz ətinə diqqət eləyiriksə, donuzdan alınan qatqı maddələrinə də diqqət etməliyik. Biz necə spirtdən qorunuruqsa, spirtli içkilərdən qorunursa, spirtin qatıldığı maddələrdən də qorunmalıyıq. Hələ mən tayyib qismə keçmirəm, amma hələ halal qismə edirəm ki. Bu hələ halal Halal qismi. Spirtdən alınan. Spirt, donuz məsələsi. Ya da donuzdan alınan çünki bu mövzunu indi sən də araşdırırsan, görünür ki, ciddi şəkildə yəni donuzdan alınan qatqı maddələri istifadə edilir istehsalda. Hər hansı bir şirniyyat məhsulunda da ola bilər, nə bilim, süd məhsulunda da ola bilər, istifadə edilir. Və digər bir nöqtə isə hal-hazırda qida sektoru böyük ölçüdə müsəlmanların kontrolu altında olan bir sahə deyil. Yəni bu qeyri-müsəlmanların idarəsindədir və qida sektoru ümumiyyətlə bu gün dünyada əsas gücü əlində tutan qüvvələr, istər qida olsun, dərman sektoru olsun, digər sahələr olsun, bunların hər hansı bir dəyəri yoxdur. Yəni bəzən ola bilir ki, bir insan müsəlman olmur, amma müəyyən bir dəyəri olur. Sən ona o dəyəri olan mövzuda etibar edirsən. Yəni dəyər nədir? Adamın müəyyən standartları var. Amma bu gün dünyada istehsalı əlində tutan insanlar standartları olmayan insanlardır. Bunların sadəcə bir məqsədi var, pul qazanmaq. Daha çox qazanmaq. Daha çox qazanmaqlarına nə xidmət eləyirsə, onu eləyirlər. Belə bir ortamda müsəlmanlar daha çox diqqətli olmalıdır. Və burada bir məsələyə vurğu eləmək istəyirəm. Quran bugünkü istehsal prosesi və Quranda bildirilən bir məsələ. Bəqərə surəsinin 204-cü ayəsində 204 və 205-ci ayələrində Allah-u Teala bir haldan bəhs eləyir. Demək, bunun təfsiri ilə bağlı bir şey qeyd edim, sonra ayə qismə gələrəm. Təfsir kitablarında bildirilir ki, İbn Kəsir, Qurtubi, Təbəri və digərləri qeyd edirlər ki, Əxnas bin Şüreyq adında bir adam var Peyğəmbərimizin dövründə. Bu adam gəlir Peyğəmbərimizin yanına və mən müsəlman oldum deyir. Hətta Bəğavi təfsirində qeyd edir ki, deyirmiş ki, ya Rasulullah, mən səni çox sevirəm. Və sonra ayrılır, kənara çıxdığı zaman, Mədinənin kənarına çıxdığı zaman müsəlmanların tarlalarını yandırır və eşəklərini öldürür. Yəni bu münafiq imiş, yəni inanmayan bir adamdır, özünü zahirən müsəlman kimi təqdim eləyir və bunun haqqında ayə inir. Bu kimsə və bu kimsələr haqqında ayə inir. Demək, bu adam Peyğəmbərimizin yanından ayrılır və müsəlmanların tarlalarını ki o zaman üçün indiki dövr üçündə ən təməl qida vasitəsinin olduğu yerdir də, yəni və eşəklərini öldürür.
Və Bəqərə surəsinin 205-ci ayəsində Allah Teala bu haldan bəhs edir və buyurur ki: "Və izə təvəllə sə'a fil ardı liyufsida fiha və yuhlikal harsa və nəsl." Buyurur ki, o səndən ayrılan kimi yer üzündə fitnə fəsad törətməyə və əkini və nəsli məhv etməyə çalışır. Vallahu la yuhibbul fəsad. Allah fəsadı sevməz. İndi burada birinci məna və izə təvəllə, o səndən ayrılan kimi, yəni o Əxnas bin Şüreyk səndən ayrılan kimi və bu tipdə insanlar. İkinci bir məna maraqlıdır ki, Razi, səhv xatırlamamsa Alusi, hətta Beydavi, İbnül Cövzi və digər müfəssirlər burada və izə təvəllədə o bir yerdə güc sahibi olduğu zaman mənası olduğunu deyirlər. Zaten əslində bu bir zid məna deyil. Yəni ayrılır demək ki, ayrıldığı yerdə güc sahibidir. Rahatlıq tapır da artıq. Rahatlıq da. Yəni artıq orada müsəlmanların bir baxıma ona cəza vermə imkanı yoxdur. Bu adam ayrılıb və orada bu fəsadı törədir. İndi bu ayə günümüz dünyasına çox fərqli şəkildə bir işıq tutur. Demək bu Allah buyurur ki, o iqtidar sahibi olduğu zaman belə bir adam və ya bu tipli insanlar nə edirlər? Onlar yer üzündə fəsad törətməyə çalışırlar. Fəsad əslində bir şeyi əsli halından çıxartmağın adıdır. Yəni Allahın yaratdığı fitrətdən çıxartmağın adıdır. Deyək ki, Allah əkinin yetişməsi üçün müəyyən bir prosedur qoyubdur. Onu pozmağın adıdır həm də. Və Allah bunların fəsadını çatdırır ki, onlar deyir, əkini və nəsli məhv etməyə çalışırlar. Diqqət etsək, nəsli pozmaqdan öncə, yəni bu gün nəsillərin pozulduğu necə bəllidir və nəsilləri, yəni insanları, gənclərin necə pozulduqlarının fərqli metodları var. Media ilə və digər sahələrlə, təhsillə, bunu bilirik. Allah buyurur ki, nəsildən öncə bunlar əkini pozurlar. Əkini pozmaq qidanı pozmaqdır. Və bu gün biz bilirik ki, xüsusən son bir əsrdir ki, müsəlmanlar vahid idarə sistemindən məhrum qalıblar. Yəni yer üzündə müsəlmanların belə deyək, ağırlığı, gücü yoxdur o qədər də, ümumi olaraq götürdükdə. Və bayaq qeyd etdiyimiz kimi qida sektoru daxil bir çox sahə qeyri-müsəlmanların və onlar içərisində xüsusən mənfəətlərini bir baxıma həyatlarının yeganə qayəsi edilmiş insanların əlindədir. Və bu insanlar haqqında Allah buyurur ki, onlar əkini pozarlar. Əkini pozmaq qidanı pozmaqdır. Yəni əkini pozmaq bu gün yəni əkin pozulma deyərkən həqiqətən də baxırıq ki, hətta belə statistikalar paylaşılır ki, bu gün yer üzündəki bütün dünya cənəndəki əkin sahələr, əkinin bəlkə də 70%-dən çoxu artıq geni dəyişdirilmiş şəkildədir. Yəni bu şəkildədir, yəni. Və təbii ki, əkin sahələrindən bir baxıma önümüzə gələn məhsullar da, yəni marketlərdə aldığımız məhsullar da artıq pozulmuş məhsullardır. Hətta artıq o qədər ciddidir ki, normalda məhsulları alırsan xarici ölkələrin, məsələn Rusiya məhsulu var, Türkiyə məhsulu, arxasında yazır ki, GMO-suzdur. Yəni sənin almağın üçün artıq təşviq edir. Yəni insanlar artıq GMO-ya diqqət yetirməyə başlayırlar deyə artıq yazırlar ki, GMO-suzdur və yaxud da trans yağlar yoxdur və yaxud da rəngləndiriciləri yoxdur falan bu kimi şeylər. Son zamanlar biraz bu mövzuda maariflənmə oldu bütün dünya üzərində. Yəni burada bunları niyə qeyd edirəm? Hal-hazırdakı qida sektoru çox ciddi bir təhlükə halında içərisindədir. Bu səbəbdən də xüsusən müsəlmanlar birinci sırf bu donuz qatqı maddələrinə diqqət etməlidirlər, spirt məsələsinə diqqət etməlidirlər. İkinci taif məsələsinə keçərik. İndi taif məsələsi də necədir? Dedik ki, sağlamlığa zərərli olmayacaq məhsulları tərcih eləməliyik. Burada bir bizim olmazsa olmaz davranacağımız şeylər var. Məsələn, halal məsələsində, halal haram məsələsində biz güzəştə gedə bilmərik. Yəni bu mövzuda ciddi davranmalıdır müsəlman. Sağlamlıq məsələsində isə belə deyə bilərik ki, gücümüz yetdiyi qədər ciddi davranmalıyıq. Çünki bazar əlimizdə deyil. Biz burada 100% davrana bilmirik. Yəni belə deyim də, dinləyicilərimizə, izləyicilərimizə utopik hədəflər də qoymayaq da. Yəni bacara biləcəkləri qədərini eləsinlər. Ümumən bu şəkildə davam. Bunun üçün də artıq bir neçə belə deyə də üsullar var, metodlar var, onları eləyə bilərik. Məsələn, Y kodlarından girsək, bir məhsulun arxasında tərkibində bir məhsul alarkən supermarketdə belə danışaq da, bir müsəlman getdi supermarketdə ərzaq almağa. Əti bildi ki, hardansa alacaq. Tanıdığı bir yerdən ət alır və yaxud da ki, burada donuz əti yoxdur. Spirtin içkilərə falan yaxın durmur. İndi qaldı gedir gündəlik ərzağı ev üçün hardan alır? Marketdən alır. Və yaxud da gündəlik istifadə etdiyi şirniyyatdır, artıq nədirsə, sudur. Bunlar da supermarketdən alır. Supermarketə girən bir müsəlman nələrə diqqət eləməlidir? Məhsulun tərkibinə,
Məhsulun tərkibində də baxacaq ki, birinci spirt və ondan əldə olunmuş qatqılar yoxdur və yaxud da donuz və yaxud da ondan əldə olunmuş qatqılar yoxdur. Bir də artıq gəlir orada Y kodları ilə olan hansı ki qatqı maddələri və dünya üzərində standartlar var da, yəni Y kodları. Bunlara baxa biləcək. Bunları da əslində yəni qeyri-müsəlman ölkələr belə bu Y kodlarını zərərli və zərərli olmayanlar kateqoriyalarına ayırıblar. Hətta zərərli olanları elə ölkələr var ki, ümumiyyətlə qadağan eləyiblər. Həmin ölkədə o şeyin istehlakına və yaxud da istehsalında istifadə olunmasına qida məhsullarının. Bu Y kodlarının da bir də o tayyib məsələsinə girdiyi üçün, sağlamlığa zərər vurduğu üçün müsəlman ölkələrində olan bəzi qurumlar, hansı ki özəl müstəqil qurumlardır belə, standartlaşdırma qurumlardır. Bunlar ayırırlar orada onu tayyib məsələsinə ki, bu tayyibdir, bu halaldır, bu olar. Bunlardan da İndoneziyada var, Malayziyada var və yaxud da İngiltərədə də var elə bir qurumlar, Pakistanda var. Bizə də ən yaxın olanı Türkiyədir. Yəni, bizdə daha çox türk məhsulları istifadə olunur belə, şirniyyatda falan. Onlarda da Türkiyədə də Gimdes var, bizim hamımızın tanıdığı indi. Və Gimdesin də öz saytında artıq bu Y kodları açıq şəkildə göstərilir ki, bunlar halaldır, bunlar haramdır, bunlar da şübhəlidir və bunlar zərərlidir. İzləyicilərimiz bilməyiblər, yəni Gimdes bir qurumun adıdır. Müstəqil bir qurumdur. Hə, özəl bir qurumdur. 2009-da deyəsən elə olmalıdır. Hə, və o qurumda yəni dövlətdən bir asılılığı yoxdur, müstəqil şəkildə audit aparır. Yəni bizim bildiyimiz, güvəndiyimiz bir çox elm əhli o qurumu güvənli qəbul eləyir və Türkiyədən də bir çox elm əhli, yəni elə məhz Türkiyədəkilər deyirəm ki, və orada o qurumun idarə heyətində yəni dini həssasiyyəti olan ciddi olan insanlar nəzarət edirlər buna və Gimdes digər məsələn qeyd etdiyin İndoneziyada, Malayziyada və digər ölkələrdə halal sertifikatlaşdırma qurumları var. Türkiyədə də bir çox qurum var. Bu qurumların bir çoxu halallığa nəzarət edirlər. Əsasən halallığa. Hə, halallığa nəzarət edirlər və onlar ümumiyyətlə əsasən nəyə fikir verirlər? Bunda donuz məhsulu varmı, yoxmu? Hə, və ya hər hansı bir deyək ki, toyuq firmasına sertifikat verəcəklərsə, deyirlər ki, bu İslama uyğun kəsilib, yoxsa yox. Gimdes isə halallıqla yanaşı tayyiblik məsələsinə fikir verir. Yəni onun təmiz olub olmadığına da diqqət yetirir. Yəni sağlamlığa zərər olub olmadığına diqqət yetirir. Və indi Gimdes məhsullarına keçmədən bir məsələni qeyd etməliyik ki, sən də onun üzərində dayandın ki, Gimdesin hazırladığı e-kodları, siyahıları var və bu siyahılar belə deyək də bunun proqram şəkilləri var. Hətta izləyicilərimizə tövsiyə eləyirəm. Elə Oruc qardaşımızın hazırladığı bir tətbiq var. Onu hətta paylaşsaz gözəl olar rəy bölümündəki. Yəni açıqlama qismində də paylaşaram. Ümumən bəyinədə də paylaşacağam inşallah onu yəni belə. Yəni onu deyək ki, telefonlarına yüklədilər o proqramı örnək olaraq və onun kimi başqa proqramlar ola bilər. Hər hansı bir məhsul alırsan, o məhsulun tərkibi qeyd olunur. Yəni ümumiyyətlə müsəlman marketdə necə gəldi, hər istədiyini o səbətə atıb gedə bilməz yəni. Götürəcək məhsulu, bir tanıdığı məhsulsa ayrı, tanımadığı məhsulsa götürəcək məhsulu arxasında kodlara baxacaq və onu o telefondakı proqramda qeyd eləyirsən. Orada yazır məsələn haram deyək ki. Haramdır, halaldır və yaxud da şübhəlidir. Şübhəlidir, hə. Və ya tərkibi nədir, bu maddə nədən alınıb, yəni bunlar qeyd olunur. Hətta orada məsəl üçün mən o siyahını mobil tətbiqi hazırlayanda oradakı siyahını Gimdesin verdiyi belə deyək data ilə hazırlamışam, oradan yığmışam. Amma eyni zamanda Malaziyanın Məclis Ulema İndoneziya var, bir də Malaziyanın JAKİM'dir, İndoneziyanın ki Məclis Ulema İndoneziya var. Bunların da özlərinin e-kodlarının təsnifatı var, məsələn halaldır, zərərlidir falan. Onlarla da tutuşturmuşam bəzi şeyləri. Məsələ nədir? Orada elə şeylər var ki, halal yazılıb, bu qida qaçqı halaldır. Amma çox istifadə edildiyi halda sağlamlığa zərər vura bilər. Tayyibə gedir. Onları da orada qeyd eləmişəm. Daha detallı eləməyə çalışmışam. İnşallah paylaşacağam, onu da istəyən yükləyib istifadə edə bilər. Yəni burada bir kodlar məsələsi diqqət etməliyik. Digər məsələ budur ki, Gimdesin özünün
onu da xatırladığım qədər proqram var Aha. və o proqramda kateqoriyalar var Bəli, bəli. və kateqoriyalara uyğun olaraq hansı məhsullara sertifikat verdikləri qeyd O olunur. daha çox Türkiyədə olan Çoxu Türkiyə məhsullardır. məhsullardır. O məhsullardan bəziləri bizim marketlərdə də var. Var, Azərbaycanda olur. Ha. Düzdür, azdır, amma var və o siyahılara da baxıb daha rahat bir Bəli, şəkildə bəli. məhsul almaq mümkündür. Bəli. Amma bizdə o məhsullar az olduğuna görə daha çox kodlar üzərindən baxmaq daha yaxşıdır. Bəli. Yəni çünki o məhsullar azdır, amma istər yerli istehsal, istər başqa ölkələrdən gələn məhsullar var ki, o məhsulların o tərkibinə baxaraq bunun Yəni halal şərt olub Gimdesin olmadığını. verdiyi Gimdes halal sertifikatı verib deyil də. Yəni məsələsi odur ki, burada məsəl üçün Y120 məsəl üçün elə şirniyyatlar var ki, orada Y120 adlı, Karmin adlı rəngləndirici var. Yəni bu açıq Gimdesin də saytında qeyd olunur ki, haramdır. O xüsusi böcəklərdən alınır. Bu haram bir qatqıdır. Bunun olduğu bir məhsul artıq istehlak edilə bilməz bir müsəlman tərəfindən. Məsələn, o gün bir kokteyl var idi. Onu aldım. Yəni normal baxdım ki, arxasında o problemli bir şey yoxdur. Həmin kokteylin, həmin məhsulun başqa bir şeyini aldım. Bu məsəl üçün sadəcə süddən idi. O digərində şey var idi, çiyələk var idi, moruq var idi. Orada o qırmızı rəng qatılmalıdır istər-istəməz. Həmin orada həmin o Karmin Y120 var idi. Artıq bu avtomatik bunu almamalıyıq. Çünki bu haramdır. Bu kimi şeylərə diqqət edərək aldıqları məhsulu. Yəni indi izləyicilərdən kimsə etiraz eləyər ki, bu qatqı varsa belə çox dəyişimdən keçir. Ən azından şübhəli olduğunu qəbul etmək lazımdır. Ən azından şübhəlidir və dedik ki, Allah Rəsulu tövsiyə edir ki, şübhəlilərdən də uzaq duraq. Yəni çünki bəzən bunun çox dərinə getmək zədə olduğu deyilir. Bacardığımız qədər də. Yəni bu zəruri deyilsə, bacardığımız qədər və burada da yəni şübhəlidirsə belə bu məsələ, yəni ən azından gücümüz yetdiyi qədər buna diqqət etməliyik və bir şey də qeyd edeyim ki, bəzi müsəlmanlar belə yanaşırlar ki, elə olsa biz gərək heç nə istifadə eləməyik. Əslində bir çox sahədə alternativ var. Sadəcə o alternativlərə axtarma belə deyim, zəhmətinə girmək istəmirsiniz. Bəli. Yəni deyək ki, dondurma alacaqsınız. Bəzi şirkətlər var ki, hətta indi mən ad çəkmirik. Biz burada hansı şirkəti reklam eləmirik də belə deyək, ad çəkmirik. Əslində bu barədə bir mövzu da açmaq olar sonra. Ki, məsəl üçün bizim özümüzün istifadə etdiyimiz, yəni reklam olmayacaq da, nəticədə bu müsəlmanlar üçün kömək ola bilər. Sadəcə mən örnək olaraq deyirəm ki, məsələn bəzi şirkətlər var ki, açıqdan bəyan eləyiblər ki, biz heç bir şəkildə donuz qatqıları istifadə eləmirik məsələn. İndi onlara nə qədər güvənmək bu başqa bir şey, amma ən azından sən o məhsulu digərlərinə tərcih eləyə bilərsən. Və ya deyək ki, bəzi açıqdan Gimdes sertifikatlı olan məhsulları istifadə edə bilərsən və ya ən azı kodlara fikir verə bilərsən. Gücün yetdiyi qədər, yenə deyirəm. Gücün yetmədiysə də və ya deyək ki, hansısa bir məhsul alsan, tərkibi açıq yazılmayıb deyək ki, bunu da başa düşdük. Amma açıqdan yazılıbsa və sən bunu araşdırmadan alırsansa, bunun bir məsuliyyəti var. Yəni deyirəm, halallıq məsələsində ciddi olmaq lazımdır. Bu sağlamlıq məsələsində də gücümüz yetdiyi qədər riayət etməyə çalışmalıyıq. Çünki sanki bu bir sektordur. Və bunu da bir deyək, qida sektorunu əlində tutanlarla böyük olsa, dərman sektorunu əlində tutanlar da eyni adamlardır, eyni qüvvələrdir. Yəni sən onların qidalarını davamlı istehlak etdiyin zaman bir müddət sonra dərmanlarına məhkum qalacaqsan və dərmanları da sağaltmağa deyil də, daimi müştəri olmağa xidmət edən dərmanlardır. Heç dərman məsələsini belə ayrıca danışmaq olar ki, yəni dərman məsələsində də biz bazarda o sintetik dərmanları onlar belə halal tayib məsələsinə gəlir. Yəni ən azından sağlamlıq baxımından, yəni bizdə belə bir şey var. Deyək ki, hamımızda olur. Məsələn, gecə yatmamısan, səhər də məsələn müəyyən işlərin var və təbii olaraq başın ağrıyır. Normal yatmayan adam başı ağrır. Həmən dərman atım. Yəni bu dərman ən azından zərərlidir sənə. Ya başqa vasitələrlə bu baş ağrını kəsməyə çalış, mümkündürsə. Yəni həmən dərmana qaçmaq, ağrı kəsici istifadə edeyim. Yəni o sintetik asana doğru qaçmaq. Və bilirsən ki, əslində bu məsələn ağrı kəsici istifadə eləmək, indi bu mənim sahəm deyil, sadəcə bir öz fikirlərimi paylaşıram. Ağrı kəsici istifadə eləmək əslində o problemi ortadan qaldırmır da. Ağrını müvəqqəti olaraq kəsir. Amma problem yerində qalır yəni. Problem nədirsə onu həll etməyə çalışmaq lazımdır. Çünki hal-hazırda tibb hər nə qədər indi düzü tibb sahəsində ayrı adamlar danışmalıdır. Tibb hər nə qədər cərrahiyyədə və bir çox sahədə inkişaf eləsə də, dərman bazarı çox da ürəkaçan deyil yəni. O ayrı bir mövzudur.
Bizim tövsiyəmiz o mövzuda da bacarırsa sünniyə uyğun vasitələrdən istifadə edilməsidir və zəruri olduqda təbii ki ayrı. Tamam. Belə deyim, biz artıq kifayət qədər danışmışıq. 45 dəqiqədir. Burada bir iki belə deyək, alt suallar var. Xaricə səyahət edən müsəlman halal məsələsinə necə diqqət eləyə bilər? Nə cür diqqət eləməlidir? Xaricə səyahət eləyir, artıq orada restorana gedir və yaxud da məsələn küçədə fast food yeyir. Bu kimi şeylərdən. Bir suala keçmədən bir şey düzəlşirəm. Birdən kimsə düşünər ki, məsələn siz niyə Gimdesin məsələn adını çəkirsiniz? Əslində yəni bu necə bir məsələdir ümumiyyətlə? Bu kodlar, qatqı maddələri, bunlar hər adamın araşdıra biləcəyi məsələlər deyil. Yəni deyək ki, ora hər hansı bir maddənin adı yazılır. Məsələn, sən dedin deyək ki, bir maddənin adı. Məsələn, mən o sahənin əhli deyiləm, mən bilmirəm o maddə nədir, nədən alınır. Biz hər məsələdə işin əhlindən müraciət etdiyimiz kimi bu mövzuda da güvənirik bu quruma, bu adamlara. Və niyə güvəndiyimizi də dedik zaten. Orada çünki Türkiyədən bir çox elm əhli onlarla bir növ müştərək işləyirlər, onlarla yəni yoxlamaları gedirlər hətta birlikdə. Yəni güvəndiyimiz üçün çünki onsuz da həyat qarşılıqlı güvənə dayanan bir şeydir. Yəni biz hər məsələni araşdıra bilmirik. Onlara güvəndiyimiz üçün deyirik və ya başqa birisi deyir ki, mən başqa quruma daha çox güvənirəm. O şəxsi tərcihdir. Amma ən azından bu mövzuda şuurlu olmaq lazımdır. Bunu dedim qeyd eləyək. Xaric məsələsini deyək indi. Bir də bir şey deyim. Elə o Gimdesə qayıtdıq deyə birdən yadıma düşdü. Maariflənmə məsələsi. Ki biz işi əhlinə də. Məsələn Gimdesin özünün saytında bu barədə girib insanlar məqalələr, videolara da baxa bilər ki, bunlar nə cür işləyirlər və adicə məsəl üçün rəngləndiricilər nə cür alınır, hansı üsullarla alına bilər, spirtdən alınan qida qatqıları nə cür olur və nə üçün haram və yaxud da taib olmayan mövzuya girirlər, kateqoriyasına girirlər. Bir də Gimdesin özünün, Gimdesdə işləyən mütəxəssislərin belə YouTube-da bu barədə videoları, podkastlara çıxırlar. Orada onların bir qismini paylaşmaq olar. Paylaşaram inşallah rəy bölümündə. Yəni sağlamlıq məsələsi də çox mühümdür həqiqətən. Çünki son illərdə görürük ki, xəstəliklər necə artıbdır. Yəni düzdür, xəstəliklərin səbəbi yalnız qida deyil. Yəni hava kirliliyi, başqa səbəblər, çox radiasiyaya məruz qalmağımız falan. Amma ən azından gücümüz yetdiyi qədər yəni bu qida məsələsinə diqqət eləməlidir. Çünki bəzən görürsən ki, baxırsan məsələn valideyn uşağına nə gəldi alır yəni. Yəni uşaq nəyi istəyirsə o qazlı, şirin içəcəklər məsələn heç ayırd eləmir də keyfiyyətlisi, keyfiyyətsizi. Burada bir məsələdə yəni etiraz eləyə bəziləri deyə bilər ki, məsələn o dediyiniz məhsulların bir çoxu bahalı məhsullardır. Həqiqətən bu doğrudur ki, keyfiyyətli məhsullar bahalıdır. Və bu deyək ki, aşağı və orta səviyyəli insanlar üçün çox rahat deyil yəni bunlar. Çünki həqiqətən baxsaq bu məsələlərə diqqət edən şirkətlərin məhsulları digərləri ilə müqayisədə bahadır. Deyək ki, məsələn adam yağ məsələsinə diqqət eləyəcək ki, təmiz yağ istifadə eləsin. Litri 3 manata olan yağ da var, 15 manata olan yağ da var. 25 manata da var. Məsələn belə deyək. Yəni çünki ən azından adam bilməlidir ki, bu qədər kəskin fərq varsa, bu normal bir şey deyil. Yəni mən ucuza qaçmaqla özümü qurtarmıram. O zaman nə edə bilərik? Deyək ki, orta səviyyəli, bizim çox imkanımız yoxdur. Nə edə bilərik? Ümumiyyətlə az istehlak eləyə bilərik. Yəni biraz bizim çox belə deyim, istehlak eləmir. Deyək ki, elə adam var ki, hər yeməyə oturanda bu adam qazlı, şirin içəcəklər istifadə edir. Yəni gedir deyirsən ki, bu biri keyfiyyətlidir. Deyir, yox. Məsələn, mən ala bilmirəm deyir bunu. Sənə mən nə məcbur edir ki, hər gün bunu istifadə edirsən və ya ümumiyyətlə bunu istifadə eləyəsən. Yəni bacardıqca öz istehsalım, belə deyim, istehlakımızı nə qədər azaltsaq, minimuma endirmək. Minimuma endirsək, o qədər bu mövzularda qorunmuş olacaq. Belə. Keçə bilərik indi. Sualımız o xaricdə səyahət edən müsəlmanın halal qida ilə necə mübarizə aparmalıdır? Yəni mübarizə aparmaq yox da, yəni halal qida mövzusuna necə diqqət etməlidir? Burada belə ümumi tövsiyə eləyərək ki, müsəlmanlar bu mövzuda şuurlu olduqdan sonra əsas şuuru izah etmək. Yəni zaten öz ölkəmizdə də bu mövzuda ciddi davrananlar həm sertifikatlaşdırma qurumları haqqında məlumatda olurlar, İslamda bu məsələlərə necə yanaşıldığı haqqında məlumatda olurlar, hansı ki biz də indi onu eləməyə çalışırıq, yəni məlumatlandırmağa çalışırıq. Kənara çıxdıqları zamanda yəni getdikləri ölkədə
yenə də güvənilir qurumların tövsiyə etdiyi məhsullardan istifadə edə bilərlər. Yəni deyək ki, bizim ölkədən ən çox Türkiyəyə səyahət olunur. Bəli. Əsasən Türkiyədə də zənnimcə bu mövzuda çox ciddi problem yoxdur. Çünki yəni orada sertifikatlı məhsul çoxdur həqiqətən. Yəni bizim ölkəmizlə müqayisədə bir baxma yəni bazar genişdir. Çünki insanlar da bu şeyə belə deyək də məsuliyyətli yanaşırlar. Hə, ümumiyyətlə bu şeylər tələbə görə olur da. Yəni tələb çox olduqca, hətta yəni belə deyək, bazarda olan şirkətlər o sertifikatlaşdırma qurumlarına müraciət edən şirkətlərin bir çoxu heç bunu dini həssasiyyətlərindən eləmirlər. Tələbata görə eləyirlər. Eynən. Deyək ki, həmin qurum bazarda bir tələbat bir güvən formalaşdırır. Artıq digər şirkətlər də şirkət sahibinin və ya o idarə heyətinin əsas məqsədi nədir? Pul qazanmaq. Baxırlar ki, məsələn, bunların sertifikat verdiyi şirkətlər daha yaxşı qazanır. İnsanlar güvənirlər deyə onların məhsullarını alırlar. Təbii olaraq ora müraciət edəcəklər. Yəni bəzən bəzi müsəlmanlar belə yanaşırlar ki, məsələyə, yəni biz diqqət etsək nə olacaq və ya bu mövzuda belə davransaq nə olacaq? Əslində hər birimiz bu kimi məsələlərdə diqqətli olduqca bazarda tələbat formalaşdırmış oluruq. Yəni artıq hər kəs bunu tələb etsə, hər kəs tələb etsə, məhsul istehsal edənlər məcbur bu şeylərə diqqət edəcək. Necə ki daha əvvəl dedin ki, məcbur üstünə yazırlar ki, GMO yoxdur. Bəli. Yəni hətta indi onu nə qədər doğru yazıblarsa, amma demək ki bir tələbat var da. Var ki onu yazırlar. Yəni tələbat olduqca buna diqqət eləmək artacaq. Hətta biz indi bu xaric məsələsi ilə paralel edirəm. Yəni hətta biz görürük ki, son vaxtlarda ölkəmizdə məsələn kənd məhsullarının istifadəsi çox artır. Yəni şəhərdə qalanlar daha çox kənd məhsullarına, tanıdığı adamlardan, xüsusən süd məhsullarını falan oradan daha sağlam bir şey. Daha sağlam. Çünki yəni bu mövzuda bir şuurlanma yaşanır. Xaricdə də dediyimiz kimi Türkiyədə çox ciddi sıxıntı yoxdur. Digər ölkələrə də gedildiyi zaman o ölkələrdə yaşayan müsəlmanlarla bir bağlantı qurulduqda bu mövzuda daha rahat olur. Yəni bu gün dünya elədir ki, dünyanın harasına getsən orada illaki müsəlmanlar yaşayır. Ən azı böyük əksəriyyətində. Yəni məsələn Avropa ölkələrində müsəlmanlar, yəni bildiyimiz qədər, eşitdiyimiz qədərlə müsəlmanlar müəyyən bir gücdürlər artıq. Özlərinə məxsus məscidləri, özlərinə məxsus istehsalları, yəni yerləri falan var və sən o ölkələrdən hər hansı birisinə səyahət edəcəyin zaman internetdə bir araşdırma eləyə bilərsən ki, məsələn getdiyim şəhərdə müsəlmanların nəyi var? Məsələn, çünki mən gedənlərdən eşidirəm, ən azı məscid ətrafında, yəni olduqda məscid ətrafında müəyyən bir satış şeyi var və ya məscidə getdiyin zaman, deyək ki, getdin hansı bir şəhərə, məscidin əhlindən soruşursan. Məscidin əhlindən soruşa bilərsən. Yəni getdin Avropada bir çox əsasında mərkəz şəhərlərdə məscidlər var. Bir də orada daha çox müsəlman coğrafiyasında işləmək üçün gələn və ya orada artıq kökləşib qalmış insanlar var ki, onlar o ölkələrdə müəyyən bir güc halındadılar. Yəni eşitdiyimiz qədərlə məsələn Fransada Əlcəzairlilər və ya Mərakeşlilər çoxdur və ya İngiltərədə Pakistanlılar desən, yəni oralardan gələnlər çoxdur və ya Almaniyada, Hollandiyada türklər daha çoxdur. Və orada getdiyin bölgədəki müsəlmanlardan məlumat ala bilərsən ki, onlar nə edirlər, necə edirlər, burada hansı məhsullara güvənirlər. Ona əsasən davranmaq olar yəni. Bir də bizim kafe restoranlar var, fast food yerləri var. Bunlarda da əslində axır vaxtlar belə bir şey sezmişəm. Bizim bir neçə marka var ki, biz güvənirik də, tutaq ki, toyuq alarkən o markadan alırıq, yaxud da ət alarkən o markadan alırıq. Artıq yaxınlaşıb soruşursan ki, sizin məsəl üçün siz dönəri, məsələn, dönər fast food alırsan da, dönəri hansı toyuq ətindən alırsınız? Çoxu standart şeylər deyirlər. Artıq həmin o markaları deyirlər ki, bir növ onlarda da artıq formalaşıb, yəni bunu soruşan adam yəqin ki, halallığa diqqət edir və mən bunu desəm artıq ikna olacaq. Dünən bir məşhur bir şaurma set, şaurma restoranlarından birinin qarşısına gördüm ki, halal işarəsi qoyublar. Halbuki yox idi orada. Yaxınlaşdım ki, bəs bu təzədir, dedi, təzə sertifikatlaşma olub falan. Dedim, bəs bunun hansı şeydən alırsınız? Hansı firmadan toyuq alırsınız? O da elə o məşhurlardan birini dedi. Təbii bilmirəm, belə bir şeydir də, yəni belə əmin olaraq demədi. Mən də düşündüm ki, sonra özümü araşdıraram. Hər iki tərəfdən soruşaram. Onun dediyi firmadan soruşmuş, siz bunlara ət verirsinizmi? Yəni bu şey əslində
bu şəkildə soruşula, həm müsəlmanlar tərəfindən belə deyim, tələb olunsa, artıq həmin o restoranlar da, kafelər də bu şeylərə diqqət eləyərlər. Biz bu restoran, kafelərdə halal olduğunu iddia edənlərə nə dərəcədə etibarlaya bilərik? Birincisi müsəlmanlara tövsiyəmiz budur ki, ya içki verilən restoranlarda oturmasınlar. Ümumən içki verilən restoranlarda, yəni heç başqa məhsul da, yəni söhbət ətdən də getmir. Deyək ki, ümumən çay içməsin. Çay içəcək məsələn və ya deyək ki, hər hansı bir məsələn su içəcək məsələn. Amma bilirik ki, orada içki verilir. İçki verilirsə orada oturmasınlar. Düzdür, burada istisna hallar ola bilər ki, elə bir bölgədəsən ki, orada alternativ yoxdur. Və yaxud da təmiz bir yerdir bura, məsələn, digərləri təmiz deyil. Və ya məsələn yol gedirsən, yenə alternativ yoxdur. Yolda maşın saxlamısan məsələn və ya avtobus orada saxlayıb məsələn. Və ya elə restoranlar var ki, məsələn orada da ümumi bir zal deyil də, deyək ki, kabinet və ya çöldə, yəni bu şəkildə istisnalara gedilə bilər, amma ümumiyyətlə tövsiyə edilən içki olan yerlərdə oturmamaqdır. Bunun səbəbi nədir? Əsas səbəbi. Səbəbi nə qoyuruq? Səbəbi baxın ki, Allah Rəsulunun verdiyi hədis. Yəni ki, Allah içkiyə, onu içənə, içirənə, daşıyana, daşıdana və hər kəsə lənətləmişdir. O şeyə lənət vermək. Yəni içki olan yer Allahın lənətlədiyi yerdir. Bunu bilmək lazımdır. Deyilə bilər ki, marketlərdə də var. Orada da alternativimiz varsa, amma marketlərdə alternativ azdır, təəssüf olsun ki. Amma restoran, kafe məsələsində alternativ çoxdur. Marketlərdə də təbii ki, içki olmayan marketi tərcih eləməliyik. Amma yenə də bir şeyi almaqla gedib konkret bir yerdə oturmaq, eyni məkanı paylaşmaq eyni deyil. Buna diqqət etmək lazımdır birinci. Və bu mövzuda son zamanlar ölkəmizdə yəni sevindirici bir çox müsbət dəyişikliklər var. Yəni həqiqətən xüsusən Bakıda və bir çox bölgələrdə görürük ki, artıq içkisiz restoran anlayışı oturur yəni. Hətta Bakıda bir çox məşhur şəbəkələr, yəni içkisizdir artıq. Hətta namaz otaqları qoyurlar. Yəni bu çox sevindirici haldır. Cəmiyyətdə yavaş-yavaş yəni İslamın bəlirtilərinin göründüyü anlamına gəlir. Bir də tələbatın gətirdiyi bir şey. Xüsusilə tələbatın gətirdiyi bir şeydir. Çünki bəziləri düşünə bilər ki, adam restoran işlədir, məsələn deyir ki, mən içki verməsəm, əvvəl eləyir də 90-cı illərdə, içki verməsəm gələn olmayacaq. Amma görürlər ki, içki verməyən yerdə daha çox insan gəlib oturursa, çünki baxın belə bir şey var. Burada mömin təbəqə ilə yanaşı, deyək ki, adam şəhərdədir, ailəsi ilə bir yerdə oturmaq istəyir. O içki olan yerdə isə olmayan yeri tərcih edir ki, çünki içki içilən yerdə normal insanlar olmur çoxda. Amma bu adam istəyir ki, ailəsi ilə sakit bir mühitdə, deyək ki, yeməyini yesin. İçki içilməyən məkanlar bu baxıma daha uyğundur deyə getdikcə o mövzu tələbat çoxalır. Təbii ki, daha təhlükəsiz, daha uyğundur. Hətta xatırlayırsansa, yəni Türkiyədə bərabər olduqda da bunu müşahidə eləmişik. Türkiyədə ümumiyyətlə bildiyimiz kafelər var, hansı sırf insanlar orada yemək yerlərdə, yəni böyük restoran şəbəkələri deyil də, hər yerdə kütləvi olan kafelər. Lokantalar. Heç birində içki olmur. Xatırlayırsansa, yəni bir çox şəhərdə bunu müşahidə eləmişik ki. Çünki zaten təcrübə yaşayır, təcrübəsini görüblər də ki, biri gəlir içir, ailəmi qatırır. Orada içki üçün ayrıca yerlər var. O təbəqə gedir ora. Meyxanə dedikləri yerləri o təbəqə gedir. Normal, yəni o adamların, yenə deyirəm, dini həssasiyyətindən qaynaqlanmır. Elə bir kültür yoxdur. Və ya marketlərdə içki olmur bir çoxunda. Mən Türkiyədə yəni fikir edeyim. Çünki ayrıca içki satılan yerlər var. Əslində bu özü o içkinin və içki içənlərin bir baxıma təcrid edilməsi ilə gəlir, çıxır, müsbət bir şeydir. Və getdikcə bizim toplumumuzda da, cəmiyyətimizdə də bu şeyə doğru gedilir. Yəni müsəlmanlar buna çox diqqət etməlidirlər ki, konkret olaraq içki içilən məkanlara xeyir verməsinlər. İçki içilməyən, namaz otağı olan yerlərdə, yəni bunu tək bu şeydə deyil. Bunu tərcih etdiyimiz müddətcə bu şeylərdə bir növ irəliləyiş əldə edəcək. Olacaq və bu tək bu mövzu deyil də, məsələn deyək ki, axır vaxtlar görürük ki, yanacaq doldurma məntəqələrinin bir çoxunda namaz otaqları qoyublar. Hansı ki, bilirik ki, o böyük şəbəkədə heç adamların dini həssasiyyəti yoxdur. Niyə görə eləyir? Yenə tələbata görə eləyir. Demək ki, hansısa bir yanacaq doldurma məntəqəsi namaz otağı qoyubsa, sən də bacardıqsa oranı tərcih elə ki, digərlərinə də dərs olsun bu.
Getdikcə görürük ki, cəmiyyətimizdə bir çox yerdə buna diqqət edilir. Və buna xüsusi diqqət eləmək lazımdır. Ət məsələsində də belə bir şey deyə bilərik ki, tək məsələ məsələn halallıqla yanaşı hər bir insan istəyir ki, təmiz bir yerdə yemək yesin. Yəni məhsullara diqqət eləyən, deyək ki, ət halal ola bilər, amma keyfiyyətsiz ola bilər, amma keyfiyyətli yerdə istəyir hər kəs otursun. Bu mövzuda da ümumiyyətlə möminlər çalışmalıdırlar ki, mömin təbəqənin içərisində olsunlar. Mömin təbəqənin içərisində olduqda bilinir. Hamı bir-birini tanıyır da aşağı yuxarı. Məsələn, sən yaxın bir adamdan eşitirsən, o deyir ki, məsələn, filan restoranın sahibini tanıyıram, məsələn. Deyək ki, filan kalbasa şirkətinin sahibini tanıyıram, filan yerdə işləyən tanışım var, məsələn. Belə-belə bir güvən formalaşır. Şəbəkələşmənin nəticəsində əslində. Yəni hamı bir-birini tanıdıqca, hansı məhsullarda icma olduqda, hansı məhsullar, hansı restoranlar güvənilirdi, bu barədə danışılır. İndi biz burada adlar çəkmək istəmirik, amma ümumi olaraq götürdükdə mömin təbəqə tanıyır hansı restoranlar buna diqqət eləyirlər. Yəni bununla buna belə deyim, diqqət eləmək lazımdır. Yəni sən möminlərdən eşitdiyin, güvənilir insanlardan eşitdiyin yerlərə tərcih eləməlisən. Və ümumən budur. Amma bunun yanında belə deyə bilərik ki, müsəlman hansı restoranda otura bilər? İçki verilməyən, namaz otağı olan, ümumi olaraq mömin təbəqənin işlətdiyi görüntüsü verən yerdə otura bilərsən. Otura bilərsən, yəni oturmağın daha yaxşı olar. Otura bilərsən, oturmalı, ora gedə bilərsən. Yəni burada bilərsən dediyim caizdir mənasında. Yəni yoxsa ki, yəni adam bir növ hökm kimi deyil də bu, yəni. Yəni nə mənada? Yox, belə deyim də. Deyək ki, bir yerdə içki verilir. Bu adam deyir ki, mən orada içki içmirəm, gedib orada deyək ki, hər hansı bir ət məhsulu yeyəcəm. Yəni zaten bu adam ona niyə diqqət eləsin ki, içki satan adam məsələn, hələ ət məsələsini deyirəm, niyə diqqət eləsin ki, ət məsələsinə? Niyə gedib yəni onu möminlərin kəsdiyini alsın və ya başqa ölkələrdən bura ucuz deyək ki, müəyyən ətlər idxal olunur ki, o gəlir, yəni bazarda ucuz qiymətə satırlar. Yəni bu şeyə diqqət eləmək lazımdır. Ümumi olaraq müsəlman necə yanaşacaq? İçki verilməyən, namaz otağı olan, ümumi olaraq möminlərin işlətdiyini bildiyin yerlərdə oturmalısan. Qalan yerlərə getməməlisən və kimsə deyəcək ki, azdır, az deyil. Sadəcə axtarıb araşdırmaq lazımdır. Axtardıqda bilinir ki, konkret olaraq bu şeyə diqqət eləyirlər və məsələn son Ramazanda da gördük ki, bir çox restoran şəbəkəsi yəni iftarla sahur oruz müddətində gün ərzində sahurla iftar arası işlətmədilər. Bu çox gözəl bir belə deyim görüntü idi və diqqət etsəz, hətta bir restoran işlədən bir belə deyim tanış qardaşdan bir soruşdum. Bəli. Deyirəm ki, ziyan eləmədin ki, yəni Ramazanda, deyir digər aylardan daha qazanclı çıxdı. Maşallah. Yəni çünki iftar vaxtı çox dolu olurdu. Hətta yəni oldunsa, yəni bu restoranlarda fikir verərsən ki, iftar vaxtı yəni hamısı dolu olurdu. Yəni xüsusən bu restoranlar dolu olurdu. Yəni çünki artıq ora elə iftar üçün gəlirlər, daha sonra möminlər gəlirlər. Hətta bunu tənqid olaraq da deyim, indi ad deməyim, amma o şəbəkələrdən birini işlədənlər yəni özləri fikirləşsinlər ki, hətta o qədər dolu olurdu ki, bir yerdə yəni bir yemək sifariş verdik. Yəni 1 saat sonra gəldi. İftardan 1 saat sonra gəldi. O qədər dolu idi. Çatdıra bilmirdilər. Belə, yəni restoran məsələsində də bu şəkildə diqqət etmək lazımdır. İndi unutduğumuz hansı nöqtələr ola bilər? Məncə kifayət qədər geniş danışdıq. Artıq 1 saatdan çoxdur. Düşünürəm ki, burada yekunlaşdırmaq olar. Əgər belə deyim, videonun sual açıqlama qismində lazım olan məlumatları da yerləşdirəcəyik. Hər kəs də öz fikrini bildirə bilər, lazım olan suallarını verə bilər, belə deyək, onu maraqlandıran sualları. Əgər ehtiyac yaranarsa, orada önəmli suallar olarsa, hansı ki bizim burada danışmadığımız və ya unutduğumuz şeylər. Onlar üçün ayrıca bir yenidən bir podkast da çəkmək olar. Belə. Son olaraq nə deyə bilərsiniz? Gücümüz yetdiyi qədər diqqət eləyək və istər marketdən aldığımız qidalarda, istər restoranlarda özümüzü aldatmayaq. Yəni nə anlamda özümüzü aldatmayaq? Adam gedir, belə deyim, çox ucuz bir mal alır
və deyir ki, yəqin ki, bu keyfiyyətli olar. Yəni deyək ki, ətin qiymətini bilir, məsələn. Ətin qiymətini 3-4 qat ucuzuna gedir kolbasa alır məsələn. Kilosu. Yəni sən özünü aldatmaqdır və ya gedir yəni ətin qiymətini bilir, gedir deyək ki, hardansa bir ətli deyək ki, fast food alacaq, məsələn, bir dönər alacaq məsələn. Çox ucuz qiymətə. Yəni özümüzü aldatmaya ehtiyac yoxdur. 20-50 qəpiyə dönər ayıram. Yəni elə şey bilirsən ki, bu mümkün deyil də. Çünki özün evə bazarlıq eləyirsən, qiyməti bilirsən. Yəni bu necə bu qiymətə bunu başa gətirə bilir? Deyirlər ki, o birilər də bahada ala bilmirik. Alma yəni, məcbur deyil ki. Yəni sən dönər yeməyin nəticədə yəni sağlamlığın gedir. Ən azından hələ halallıq, yəni halal məsələsi ayrı bir mövzudur. Sağlamlığın gedir burada. Yəni sən dönər yeməyin məcburi deyil ki. Yəni gedib nə ət olduğu bilmədiyin şeydən dönər yeməkdənsə yemə yəni. İlla məsələn nə olduğu bəlli olmayan toyuq almaqdansa get hansısa bitkisel bir şey al, daha ucuza, daha təbii qida al məsələn. Yəni biraz da bizim o çox doyumsuzluğumuzdan qaynaqlanan şeydir. İstəyirik ki, hər şeyi yəni istifadə eləyək, amma ucuz olsun. Yəni, belə deyil yəni. Ümumi tövsiyəmiz budur ki, bu mövzuya diqqət etməliyik. Çox sağ olun Ömər müəllim. Allah razı olsun. Cümləmizdən. Bu qədər bugünkü podkastı da yekunlaşdıra bilərik deyə düşünürəm. Allah Taala bizim hər birimizi halal və tayyib şuurunda olan müsəlmanlardan etsin. Amin. Amin. Assalamu alaykum və rahmetullah. Allah'a emanet. Elhamdülillah.